Salam əzizləyicilər, bugün sizlərlə uğur yolunda bir sıra mövzular müzakirə edəcəyik. Bu günlər videoda Aytəz xanımla bir yerdəyik. Aytəz xanım özünə psixoloqdur və özünün də YouTube kanalı var, istifadəçidir. Bir yerdə uğur yolunda bir sıra müzakirələr aparacağıq sizlərlə. Məhəmməd bəy, mənə bir mövzu maraqlıdır. İnsanlar uğur haqqında fərqli təsəvvürə malikdir. Mən sizə sual vermək istəyirəm. Sizə görə uğur nə deməkdir? Aytəz xanım, bu çox yaxşı bir sual. Uğur insanın mənə görə yorulmadan çalışma o qabiliyyəti. Yəni ki, insanlar var ki, işləyirlər, yaxşı işləyirlər, amma ki, ay sonu maaşdan o gözləyirlər və ya işdə saat o güdürlər ki, ev o getsinlər, ildə 1-2 dəfə istirahət eləyirlər. Bu məncə uğur o deyil. Uğur insanın heç yorulmadan, heç ki, nə qədər saat işləsə o belə ki, bu gecə saatdan o qədər işləsə o belə yorulmamasıdır. Övladlarınızın həyatı uğurlu olmasını istəyirsinizsə, övladlarınızı sizin yönəltdiyiniz sahədə o deyil, onların həvəsi olduğu o sahədə yönəlməlidir. Ola bilər ki, bir insan uşaqlıq vaxtından məktəbdə zəif olur, bilər. Bu normaldır. Riyaziyyatdan zəif olar, ədəbiyyatdan zəif olar, amma həmin övladın rəssamlıq həvəsi ola bilər. Uğur insan öz sahəsi olmalıdır, öz sahibləndiyi, öz şəxs o keyfiyyətlə uyğunlaşdığı o bir sahə olmalıdır, mənim fikrimcə. Aytəz xanım, sizə görə uğur nədir? Mən bu sual ətrafında çox düşünmüşəm. Əslində təcrübəmdə də müxtəlif insanlarla qarşılaşmışam və onların uğura baxış tərzi onların psixologiyasına təsir göstərir. Sizin fikirlərinizlə razılaşıram müəyyən mənada. Çünki insanın uğur qazanması mənə görə onun öz potensialını gerçəkləşdirməsidir. Mən özüm də müxtəlif sahələrdə uğurlu olduğumu deyə bilərəm. Məsələn, əvvəllər düşünürdüm ki, universitetə qəbul olmaq, müəyyən diplom almaq, hansısa bir işdə çalışmaq insanı uğurlu edə bilər. Amma son zamanlar daha fərqli şəkildə yanaşıram buna. Mənə görə uğur insanın öz daxili potensialını gerçəkləşdirməsidir. İnsanın özünə müəyyən dəyərlər qurması və bu dəyərlər ətrafında yaşamasıdır. Yəni həmin dəyərlərə tabe olan bir insan özü daxilən hüzurlu hiss edirsə, o insan mənə görə uğurludur. Yəqin siz görürsünüz ətrafınızda müxtəlif insanlar var. Fərqli sahələrdə yüksək statusdadılar, amma özlərini xoşbəxt və hüzurlu hiss eləmirlər. Mənə görə o insanlar özlərini daxilən olduqları yerdə təyin edə bilmirlər. Yəni potensialını gerçəkləşdirməyən bir insan uğursuz insandır. Öz daxili potensialını dərk edən, özünü tanıyan bir insan hara getdiyini təyin edə bilir və orada özünü xoşbəxt, hüzurlu və uğurlu hiss edir. Burada sizin o çıxışınız o dediniz ki, xoşbəxtlik haqqında. Sizin fikrinizcə ki, xoşbəxtlik əslində o nə olan bir şeydir? Xoşbəxtlik mənə görə bir hissdir. Yəni insanlar müxtəlif şəkildə xoşbəxt ola bilərlər. Özlərini məsələn çay içərək və ya da gəzintiyə çıxaraq o xoşbəxtlik hissini yaşaya bilərlər. Bu insan ehtiyaclarına görə dəyişir. Mənə görə hüzur anlayışı daha böyükdür. Hüzur da insanın öz potensialını kəşf etməsi, özünü tanıması ilə gerçəkləşir. Yəni həyatda mən nə olmaq istəyirəm, mən kiməm suallarına insan cavab axtarmağa başlayırsa, o yola çıxırsa, o insan hüzuru əldə edə bilir. Bəs siz necə düşünürsünüz bu mövzuda? Mənim fikrimcə ki, xoşbəxtlik bir maneəsiz, o bir sadə bir həyat bu deyil. Yəni xoşbəxtlik, hüzur əslində problemləri bir problem eləməməkdən gəlir. Əgər insan olaraq hər hansı bir o kiçik və ya ki o böyük o problem qarşısında əgər özümüz itiririksə, ona o deyək hazırlıqsız oluruqsa, əlbəttə ki, o bizim xoşbəxtlik anlayışımızı əlimizdən alır. Amma yox, əgər bir problem olacaqsa və ya biz özümüz o problemin qarşısında itirməyəcəksə və həyatı o fani o görməliyik. Yəni maddəsel o bir həyatdır, bir 80 illik, bir 70 illik o bir həyatdır. Yəni fikirləşsək, 80 dəfə ki bir qış yaşayırıq, 80 dəfə də bir yay yaşayırıq. Bu çox qısa bir həyatdır ki, bu həyatda ki problemlər olur. Bu sadə bir həyatda yaşamırıq. Amma ki problemlər o qarşısında özümüzü itirməsək, öz rahatçılığımızı o belə deyək də, bir 50% o saxlasaq və problemin həllinə odaklansaq, bu bizdən xoşbəxtlik almayacaq. Yəni xoşbəxtlik bizdə saxlayacaq. Çünki xoşbəxtlik o bir növ metafizik, o bir o duyğu o deyil də. Hamı onu elə bilir ki, sevgi olmalıdır ki, xoşbəxtlik üçün. O bir metafizik, o bir ruhani, o bir şey olmalıdır. Amma yox, xoşbəxtlik insan o dinindən və şəraitindən asılı olmayaraq insanın problemləri o bir problem
eləməməyindən onları sadə bir halda elə bilmək xüsusiyyətinə qaynaqlanır. Hı hı. Mən belə fikirləşirəm ki, xoşbəxtlik. Çox maraqlı fikirləriniz var. Mən təcrübəmdə müxtəlif hadisələrlə qarşılaşmışam. Mənim maraqlı bir məqam var ki, insanlar bəzən uğur yolunda addım atmaq istəmir, özünü geri çəkir və təbii ki, burada müəyyən maneələr var. O insan bəlkə də özü də bundan xəbərsizdir. Sizə görə insanın uğur yolunda qarşısına hansı maneələr çıxır ki, onu uğura getməyə imkan vermir? Bir şey əvvələn ki, buradan ki, bir qeyd edim ki, uğur yolunda insan ki, maneələri olacaq. Çünki belə deyək, yəni ki, heç bir ağac ki, su verilmədən, yəni ki, ətrafına ki, bellənmədən inkişaf eləmir. Elə də insan burada həyatdan ki, bellənməlidir. O belə deyək ki, o bir kobud o şəkildən ki, bellənməlidir. Çünki bizdə bir rahatlıq sahəmiz ki, o var. Həmişə o rahatlıq sahəsində olmuş. Həmişə ki, valideynlərimiz nə demişik eləyiblər və ya dərdimiz olub ki, məktəbdə 2 almayaq ki, valideynlərimiz ki, bizi öldürməsin. Yəni ki, bu rahatlıq zonasından ki, o çıxırsa uğur əldə eləməyə. Çünki uğur yolunda hər insan bir yalnız olaraq irəliləyir. Çünki uğur yolunda heç kim sənə yəni ki, burada yanında olmur. O sənin valideynin o belə olsa, 50% o sənin yanında ola bilər. 50%-dən sonra sənə o qarşı ola bilər ki, eləmə, uduzarsan, məğlub olarsan. Amma ki, mən uğur o yolunda maneələri, əngəlləri o normal olaraq o qarşılayıram. Çünki bir insan o gözəl bir bədən quruluşuna malik olmaq istəyir. O nə etməlidir? İdman eləməlidir. Hər gün elə ki, həftənin o bir sabit o bir günləri standart o bir saat idman eləməlidir. Amma idman sadə olmur ki, o çətin olur. İnsan o tərlədir, insandan enerji alır, insan o yorur. Amma ki, idman eləyən o bir şəxs həmin idmanın o yorğunluğunda, yəni ki, o daşlar o yeri atıb evə gedir ki, eləmir, hə? Elə bir şey olmur. Yorsa da, insan o nə qədər o tükətsə də, həmin insan idmanı axıra qədər eləyir. O niyə eləyir? İdmanı eləyir ki, o çətinliyini o dözür ki, o istədiyi o bədən o quruluşa o malik olsun. Bax, uğur o belə bir şey. Buna sahib olmaq o maneələri o bir idman məşqləri olaraq biz yəni ki, o qarşılamalıyıq. Çünki o maneələr, o yəni ki, necə deyim, idmanlar olmazsa, o bizə uğur əldə eləməyimiz yəni ki, mümkünsüz olacaq. Uğur əldə eləsək o belə, yəni təcrübəsiz olacağıq ki, o da ki, uğurumuzu bir, necə deyim, o bir yəni ki, müvəqqəti eləyəcək. O bir uzun o danışma ki, o bir qısa uğur yəni ki, maneələr o bizim xəmirimizin yoğrulmasıdır və bunu biz normal bir idman məşqi olaraq bir qarşılamalı və sona qədər irəliləməliyik. Başa düşdüm. Biraz uzun o danışım, amma sonda o qısaldı bildim. Mən belə anladığım qədərilə siz onu bir bədən idman hərəkətləri nəticəsində bədəndə əldə olunan nəticəyə bənzətdiniz. Hansı ki, burada insan iradə gücü mühüm rol oynayır, yəni xarakterində məsuliyyət mühüm rol oynayır. Yəni hər gün davamlı olaraq idmana getməlidir. Orada ağır məşqlər edir. Yəni o potensialını gerçəkləşdirmək üçün, istədiyi məqsədə çatmaq üçün müəyyən vərdişlərə, müəyyən iradə gücünə sahib olmalıdır. Yəni bunları əsasən qeyd edirsiniz uğur yolunda. Əgər ki, uğurdakı maneələr olmasa, o yəni ki, o bir dəyərsiz olar. Çünki artıq uğur əldə edəcəksən, o uğurun o sənin o bir o dəyəri olmayacaq. Çünki onu sadə əldə edirsən. Amma ki, əziyyətlə onu əldə edəndə, çünki o gecə olur biraz. Biraz o zaman alır, o səbir alır. O adam elə vaxt olur ki, o depressiya salır, o çətinliklər kimi mübarizə. Amma ki, sona qədər irəlilədikdə, onu əldə etdikdə artıq onun o dəyərini, o qiymətini o bilirsən artıq. Və o da ki, o gözəl bir o meyvə olur da, onu o dadırsan, uğurun meyvəsini. Sizə görə o maneələr o nədir? O maneə o qarşısında o mübarizə necə aparılmalıdır? Yəni insanlar uğur qazanmaqda hansı maneələrlə üzləşir? Yəqin ki, bu sualı soruşursunuz. Mən öz təcrübəmdən daha çox ilhamlanıram. Yəni burada uğura səbəb olan, daha doğrusu uğursuzluğa səbəb olan problemlər ətrafında. Əslində mən ilk növbədə bunu düşünürəm ki, insanlar uğur anlayışına düzgün məna verə bilmir. Yəni mənə görə uğurlu olmaq ilk növbədə həyatına düzgün məna verməkdən qaynaqlanır. Yəni mən kiməm, mən nə olmaq istəyirəm? Biz uşaqlıq dönəmindən özümüz nə istədiyimizi başa düşə bilmirik. Kimlərimiz başqalarına görə yaşayırıq, kimlərimiz valideynlərimiz istədiyi üçün müəyyən bir peşələrə gəlirik. Mən özüm də yəni şəxsi həyatımda ilk vaxtlarda valideynlərim istədiyi peşə ilə getmişəm və özümü xoşbəxt, uğurlu, huzurlu hiss etməmişəm.
Amma insan ki nə istədiyini bilir, nə istədiyini öz özündə təyin edir, o zaman uğura doğru atdığı addımlar da ona zövq verir, nə qədər problemlə qarşılaşsa belə. İlk növbədə mən bunu deyərdim problem kimi, insanlar nə istədiyini bilmir. Yəni düzgün anlam verə bilmir ki, mən nə istəyirəm, nə əldə etmək istəyirəm, uğur mənə görə nədir? Hı. Bunu təyin etsələr, qarşısına çıxan problemlərin də öhdəsindən gələ bilərlər. Səhv eləmirəmsə Viktor Franklın İnsanın Məna Axtarışı kitabında belə bir cümlə ilə qarşılaşmışdım. Deyir ki, insan qarşısındakı problemləri dəf edə bilər o zamanki sonunu görə bildiyi halda. Yəni son onun üçün mənalıdırsa, qarşısına hansı bir problem çıxsa belə onları dəf etmək insan üçün rahat olur. Mənə görə yəni ilk növbədə bu dayanır. Daha sonra təcrübəmdə qarşılaşdığım insanlarda natamamlıq kompleksi, bu çox aktual yayılmış problemdir cəmiyyətimizdə. Yəni insan özünü mükəmməl göstərmək istəyir bu natamamlıq kompleksinə dolayı və yaxud da özünü uşaqlıq dövrünə yanlış şəkildə mənalandırıb. Mən tənbələm, mən bacarıqsızam, mən edə bilmərəm. Bu kimi inanclara sahib olan bir insan təbii ki, uğur yolunda maneələrlə qarşılaşanda geri çəkiləcək. Bu natamamlıq kompleksi də insanda mükəmməl görünmək istəyini artırır. Yəni ya mən bu işi mükəmməl etməliyəm, ya da geri çəkilməliyəm. Mükəmməl olmasa demək ki, mən bacarıqsız insanam. Beyin bu şəkildə bir məna yaratdığına görə insan irəli getməkdə çətinlik çəkir. Ya tənbəllik edir, ya özünü bacarıqsız adlandırır, ya qarşısındakı işi olduğundan daha yüksək görür ki, yox, mən ora çata bilmərəm. Bu şəkildə problemlərlə qarşılaşırıq. Bir digər səbəb kimi də mən azadlıq qorxusunu görürəm. Hansı ki, Erik Fromm'un əsərlərində xüsusilə bu termin daha geniş yayılıb, azadlıq. Yəni insanlar məsuliyyət götürmək istəmir. Hamı azad olmaq istəyir, amma azadlıqdan qaçır. Çünki insan məsuliyyət götürmək istəmir. Azadlıq məsuliyyət tələb edir. Bir çox insanlar da azadlıqdan qaçdığı üçün o məsuliyyətin bir növ dırnaqarası məsuliyyətin altına girmək istəmir. Və buna görə də uğursuzluqla qarşılaşır. Yəni uğurlu olsam mən daha yüksək statusa malik olacağam. İnsanlar daha məni uğurlu bir şəxs kimi görəcək və bu mənim üçün böyük bir məsuliyyətdir. Mən insanların gözündə elə görünmək istəmirəm. Şuursuz şəkildə insan bunu özündə qəbullanır və təbii ki, orada müəyyən özü üçün zehnində bariyerlər yaranır ki, uğura çata bilmir. Yəni mənə görə əsas problemlər budur. Onu bilirsiniz, o sözünüzdə o dediniz ki, o sonunu o görməmək, o qorxusu. Onu o deyə bilərmiş ki, ya uğuru istəmək ayrı, çünki bu uğur olacağına bir inanmaq, onu o görmək ayrı. Çünki insan inandığını o görə bilir. Aha. Amma ki, elə belə istədiyini o görə bilmir. O gün naməlum olur. Bu barədə sizin fikriniz nədir? Bəli, əslində uğur anlayışı bir nöqtədə insanın görə bildiyi şeyə çatmağıdır. Misal üçün mənim üçün naməlum olan hər hansı bir şey mənim üçün uğur ola bilməz. Tutaq ki, mən özümə bir hədəf qoymuşam ki, mən gələcəkdə peşəkar bir psixoloq olacağam. İnsanlar məni yəni işimə görə dəyərləndirəcək, tanıyacaq, mənim işimə göstərdiyim münasibətə görə mənə dəyər verəcək. Bunu özümə bir məqsəd kimi qoymuşamsa, buna doğru attığım addımlar mənə zövq verəcək. Amma təsəvvürümdə sadəcə mən psixoloq olacağam deyə bir məna yaratmışamsa, heç bir belə xüsusi bir yanaşma tərzim yoxdursa ona, təbii ki, ora gedən yol da mənə çətin, əyri-üyrü görünəcək və bu da zehnimi sanki bloklayır. Onu da qeyd edim ki, beyin elə bir orqandır ki, o bilinməzlik sevmir. Ona görə də bizi uğurdan daşındıran səbəblərdən də biri odur. Yəni tutaq ki, mən keçmişdə yanlış bir təcrübə yaşamışam. Bir insan mənə şiddət göstəribsə, mənim gələcəkdə də şiddət göstərən insanlarla ünsiyyət qurma ehtimalım çox olur. Ona görə də bir tərəfdən də uğursuzluq buradan qaynaqlanır. Yəni beyin bizi uğursuzluğa sövq edir. Uğur bizim üçün yeni olduğuna görə. Yəni bu şəkildə. Bu barədə o bir şey danışmaq istəyirəm. Çünki beyin o təkrarçılığa ki meyllidir. Yəni o beyin o nəyi o təkrar olaraq o görürsə o beyin, o daha çox o halların çoxalması o şərait yaradır. Bizlər əslində mənim fikrimcə o maddəsi o deyil. Yəni ki, o beynimiz o belə baxsaq o bir ət parçasıdır. Yəni ki, bir atomlardır. Yəni ki, atomda şuur ola bilməz. O beyin sadəcə olaraq şuurun yansıdığı insanı idarə etdiyi o bir vasitədir. İnsan özü saf enerji o deyək, o tanrıdan o bir o parçam o deyək, o deyək o tanrı o bir o vahid o dənizidir, enerji o dənizi. İnsan da ondan o bir o qığılcım, o bir o damladır ondan və insan
Yəni onu o bilməlidir ki, o bu maddi həyatımız, yəni ki, fizik əsasən ki, bu qoşu öhdəliklər nəzəriyyəsi var ki, yəni ki, bu qoşu öhdəliklərdə elektronlar atırlar. Onları izləməyəndə ekranı yəni ki, elektrona o dalğa, yəni o deseni yaradır. Amma onları izlədikdə iki xətt yaradır. Yəni ki, bu nə deməkdir? O çünki bu deməkdir insanlar yəni ki, izlədikdə yəni ki, o bu həyatımız, atomlar, o bu cisimlər ki, var olur. Yəni izləmədikdə heç bir şey yoxdur. Ancaq o bizim o baxışımızda var olurlar. Bu da deməkdir ki, insan bütün bu o kainatın, bütün bu o dünyanın enerjisinin formalaşdığı o bir səbəbdir. Yəni ki, o bizlər həyata necə baxırıqsa, o necə o qəbul ediriksə, yəni bu həyatda bizim o baxışımız uyğun formalaşır. Amma o burada o belə bir sual yaranır ki, o niyə bəs o deyir ki, mən uğurlu olmaq istəyirəm ki, fikrimi o dəyişdim, uğurlu fikirləşirəm, amma ki, buradan ki, baş tutmur, uzanır. O maneələr olur. İstədiyimi əldə eləmirəm. Bunun səbəbi ondan ibarətdir ki, yəni beyin o təkrarçılığa ki, meyillidir. Bunu vurğulayım təzədən. Bu yaşımız o qədər eləyə o bilmərsən. O bizdə o kasıbı, o bizim o pulumuz o yoxdur. Uğurlu insanların ailələrinin o qalma imkanları olub. O deyək ki, Azərbaycanın uğurlu olmaq olmur. Yəni ki, bu tip sözlər eşitmişik o deyə. O beynimiz onları o bir şifrə kimi o qəbul eləyir. Amma indi biz sırazı o deyək ki, bunları mən rədd eləyirəm, bunları o qəbul eləmirəm, uğurlu olacağam. O bu sırazı olmuyor. Çünki o kodlar ki, o bizdə o yazılıblar ki, eləyə o bilmərsən, o kodları silməyə o müəyyən bir zaman lazımdır. Yəni necə ki, bir batmış ev o təmizləmək üçün müəyyən bir zaman lazım. Elə də ki, beynimizdə, şuurumuzda o eləyə o bilmərsən şifrəsini təmizləmək üçün müəyyən bir zaman lazım. Və bu həmin o zamanda bizdə o tələb olunan uğurumuza inanmaq, amma onu istəməmək. Uğuru istəməmək lazımdır. Uğur istəyirsənsə, o kainata elə bir siqnal verirsən ki, bu məndə yoxdur. Bunu mən istəyirəm. Amma uğura sahiblənmək o var. Sahiblənmək, bir atanın övladına sahiblənmək o var. Uğurumuzu elə sahiblənməliyik. Elə sahiblənəndə artıq kainata siqnal veririk ki, o məndə var. Bu uğur məndə var və bu siqnal çoxaldıqca artıq o bizim siqnalımız bu elektronla maddələşir və o uğurumuz o deyək ki, o bir maşın istəyirsə, o maşın artıq o sənin olur. Bu həqiqətən elədir. O sekret o kitabı var, o sir kitabı. Orada oxudum mən. Bir nəfər o ev almaq istəyir, o bir yaxşı, o bir villa almaq istəyir. Amma imkanı zəif olub da. Evin şəklini ölçüsünü hazırlatdırıb ki, yəni ki, falan evdə mən yaşamaq istəyirəm də. Onu qoyub bir kitabın arasına. Baxmayıb da ona da. O poz onu hazırlatdırıb və saxlayıb. Amma ki, hər gecə evin şəklini, xəyalını canlandırıb, bu həmin evə sahib olacağını gözünə inandırıb. O bir neçə il sonra buna bir iş təklif gəlir. Bu iş təklifini o qəbul edib. Bir il yarım müddətində bu uğurlu olur. Bu sonra bir də özünə bir ev tikdirir. Amma evi o tikdirəndə əvvəlki o şəkil onun yadında olmuyor. O boş istədiyi o stildə ev tikdirir. Və evə daxil olur və kitabların özətlərini bir yerə belə eləyən o şəkil o düşüb o yerə. Ona baxıb ki, o şəkilə ki, bu dəqiqə həmin evdə yaşayır. Burada onu demək istəyirəm ki, sahib olma o duyğusu olmalıdır o bizdə. Əgər sahib olmasa, uğuru əldə eləmək olmayacaq. Amma ki, bir çox insanlar o belə o qarşılayır onu ki, o güya ki, o yəni o dini bir metafor kimi də, istəyirsən o sahib olursan, o və onu əldə edirsən, amma bu onunla da yəni ki, bitmir. Uğuru əvvəl istəməlisən, bir nəfəs o qədər istəməlisən. Ondan sonra ona sahib olmalısan. Ondan sonra isə uğuru əldə edənəcən, var gücü ona çalışmalısan. Uğur sadə və asan əldə olunmur. Yəni bu dünyada heç kim o gəlib sizə uğur verməyəcək ki, bu sənin xəyalın o var, al bunu səninlə də uğur da, o olmayacaq. Çünki uğur üçün var gücünlə, var əziyyətinlə. Elə vaxt olacaq ki, gecələr yata bilməyəcəksən. O məndə olub. Elə vaxt olacaq ki, yorğunluğunu o bilmirsən ki, sən nə edirsən? Amma o yorğunluq, o yuxusuzluq, o baxmayaraq sonuna qədər o çalışmalısan ki, uğur sənin olsun.
Yəni uğur istəməyə, sahiblənmək onun bir 20%-dir. Amma o 80% mübarizənin içində özünün super qəhrəmanı olmaqdır. Elə görürəm mən. Yəni çox maraqlı və dəyərli fikirləriniz var. Təşəkkür edirəm bölüşdüyünüz üçün. Minnətdaram sizə mən. Atəs mən bir sualım oldu. İnsanlar bu maneələr haqqında söhbət elədi, uğur haqqında söhbət elədi. O bəs insanlar o bu maneələri o dəf eləmək üçün, uğurlarına, yəni ki, o yetişmək üçün onlar nə tip davranmalıdırlar həyatlarında ki, onlar üçün sadə olsun, o və depressiyaya düşməmək halları olsun. Aha, çox maraqlı bir sualdır. Əslində məncə bir çox insanlar elə bu sualın cavabını axtarırlar ki, nə edə bilərik ki, biz uğurlu ola bilək. Mən burada psixoloji nöqteyi nəzərdən yanaşacağam işimdən dolayı. İlk növbədə düşünürəm ki, burada məna çox önəmlidir. Yəni insan həyatına məna verməsi, həyatda nə istədiyini bilməsi. Bu birinci planda dayanır mənə görə. Çünki mənim özümün uğur yolumda mənalandırma mühüm rol oynayıb. Yəni mən nə üçün psixologiya sahəsini istəyirəm? Bu sahə mənə nə vəd edir? Bu sahədə mən özümü niyə görürəm? Bu suallara öz-özlüyümdə cavab tapandan sonra bu yolda çıxdığım, qarşılaşdığım maneələr mənə daha da zövq verirdi onları aşmaq, onların öhdəsindən gəlmək. Ona görə də mən düşünürəm ki, nə istədiyini insan bilməlidir. Siz əvvəldə qeyd etmişdiniz, valideynlər övladlarına yanaşanda öz istəkləri əsasında yox, övladlarının istəkləri əsasında yanaşmalıdırlar. Yəni onlar öz potensiallarını kəşf etmələrinə valideynlərə icazə verməlidir. Tutaq ki, biri rəssam olmaq istəyir, biri hansı musiqi alətində ifa etməyi bacarır. Bu istedadlarını kəşf etmələri üçün onlara dəstəkçi olmalıdır. Müxtəlif peşə sahələrindən tanış eləməlidir övladlarını ki, bu peşə sahəsi sənə tam uyğundur və yaxud da uyğun deyil. Uşaq artıq onlarla tanış olandan sonra özünün harda olduğunu yeniyetməlik dövründə təyin edə bilir. Bundan sonra da irəli addım atmaq onun üçün daha rahat olur və həyatı da daha xoşbəxt və huzurlu olur. İlk növbədə bu müəyyənləşdirilməlidir. Bundan sonra insanın qarşısına çıxan maneələrdə artıq sizin də qeyd etdiyiniz kimi insan beynində müəyyən proqramlar olur. Mən bacarıqsızam, mən tənbələm və yaxud da mən natamamam, mən mükəmməl olmalıyam. Bu kimi dərin inanclar deyirlər bizdə buna. Əvvəldə o kodlanmış inanclar. Kodlanmış inanclar deyirlər və o inancları insan öz-özlüyündə kəşf etməlidir. Tutaq ki, mən psixologiya sahəsində, bu mənim ikinci sahəm olduğuna görə müxtəlif çətinliklərlə qarşılaşırdım. Oxusam çox gec ola bilər, Azərbaycanda psixologiya sahəsinə o qədər dəyər vermirlər. Nə bilim, bu sahədə uğur qazana bilmərəm. Yüzlərlə psixoloqlar məni niyə seçsinlər ki? Belə suallar verirdim özümə ilk vaxtlarda. Sonra düşündüm ki, bu mənim zehnimdəki hansı yanlış proqramlardan qaynaqlanır ki, məndə bu sualları yaradır, bu avtomatik fikirləri canlandırır. Onları yavaş-yavaş kəşf elədikcə insan irəli addım atmağı bacarır. Yəni addım atan zaman hansı düşüncələr bizim zehnimizdə canlanır, hansı düşüncələr, hansı inanclar mane olur, bunları kəşf etmək lazımdır. Onların üzərində işlədikcə insan özünü tapır. Yəni bizə yüklənmiş o qəliblərdən yavaş-yavaş azad oluruq. Əsl özümüzü üzə çıxardandan sonra bu yolda addımlamaq bizim üçün daha rahat olur. Və digər bir məqam insanın öz üzərinə məsuliyyət götürməsidir. Bu çox vacib bir məqamdır. Dediyim kimi, hamı azad olmaq istəyir, amma heç kim məsuliyyət götürmək istəmir. İnsan özü-özünə sual verməlidir. Mən azadlıq istəyirəmmi? Azadlıq mənim üçün nə ifadə edir? Və azad olmaq üçün də məsuliyyət tələb olunur. Yəni mən uğura gedirəmsə, orada problemlə qarşılaşacağam. Siz də qeyd etdiniz ki, digər insanlar bizə köməklik göstərmir həmin o uğur yolunda. Bəli. Özümüz bir növ o çətin cığırları, o labirint kimi desək, o labirintin arasını özümüz keçirik. Kimsə bizə yardım göstərmir. Ona görə də biz bu məsuliyyəti öz üzərimizə götürməliyik. Bunu qəbul edəndən sonra mən düşünürəm ki, ortada heç bir problem qalmır. Yəni, əsas problemə yanaşma tərzimiz dəyişir və uğur yolunda addımlaya bilirik. Və siz necə düşünürsünüz bu mövzu haqqında? Siz bu barədə ətraflı izah etdiniz. Mən bir şey demək istəyirəm. O dediniz o məsuliyyəti hiss eləmək. Məsuliyyəti hiss eləmək üçün uğurumuzu elə ki o bir nəfəs o qədər istəməliyik. Çünki o bir söhbət o danışmaq. O burada var ki, rahiblərdən. O bir rahibin o yanına ki, Hindistanda 11 nəfər o gedir. O deyir ki, mən yəni ki, uğur əldə etmək istəyirəm. Filan sahədə uğurlu olmaq. Yəni o sahə o çıxıb bu yadımdan. Filan sahədə uğurlu olmaq. Amma ki, onu eləyə o bilmirəm. Heç cürə uyğunlaşmır da. Rahib o deyir, nə qədər istəyirsən. Adam o cavab verir ki, o çox istəyirəm. O deyir, onda o dur gəl məndən. Bunlar çıxıblar evdən, o gediblər o bir çay kənarına. Rahib o deyir ki,
Yəni bir suya bir əyil ki, suyu izlə. Adam da elə bir şey yəqin ki, suda əks olunma falan oradan izah edəcəkdi nəsə də. Adam əyilib suyu izləmir. Rahib o tutub onun saçından, basıb onun suyun içinə, başını. Bir dəqiqə yaxın onun suyun içində saxlayıb yəni rahib də. Bu da boğulur, ancaq nəfəs almaq istəyir də. Buraxıb sonra adam belə təşvişlə, belə əsəblə o deyib ki, siz məni öldürmək istəyirsiniz. Bu nədir? Mən sizin burada yanımıza faydalanmaq üçün gəlmişəm. Rahib sakinliyini saxlayaraq o deyib ki, suyun altında ən çox nə istəyirdin? O deyir, nəfəs almaq istəyirdim. O deyir, bax, istədiyin uğuru da bundan nəfəs qədər istəməlisən. Deyib ki, həyatda deyir ki, uğur yolunda irəliləmək o gün belə suyun altında o boğulduğu o dəqiqələr o kimi olmalıdır. O deyir ki, uğur onu izah edib, rahib izah edib ki, uğuru o qədər istəməlisən ki, o nəfəsdən o fərqlənməməlidir. İkinci bir nəfəsin olmalıdır. Yəni, o bir nəfəsimiz olmalıdır. Bizim uğur ki, o sahədə, o yolda, o sona qədər addımlamaq o bacarığımız olsun. Çünki motivasiya insanda o qalıcı olmur. Motivasiya o bir müddətli olur. O deyək ki, o bir video izlədi, o bir mahnı dinlədin, o bir nəfərlə söhbət edin, o motivasiya əldə elədin. Amma motivasiya maksimum 2-3 gün olacaq o səndə. Ondan sonra motivasiya o gedəcək. Biz öz daxilimizdə o motivasiya yarada bilməsək, öz daxilimizdə o həvəs o yarada bilməsək, o bir addım irəli, 2 addım geri olacaq. O çünki irəliləmə imkanı olmayacaq. Bu da o geri o gedəcək, o niyə o geri o gedəcək? Çünki o bir yolda zamanımızı xərcləyəcək, lazım olacaq o pulumuzu xərcləyəcək. Amma ki, uğur əldə edə bilmədiyimiz o zamanımızı, o pulumuzu itirəcək. İrəliləməkdənsə arxaya addımlayacaq. Ona görə də uğur yolunda əgər nəfəsiniz bu qədər, o dəyərli, o bilmirsiniz uğurunuzu, bu yolda irəliləməyin. O sizin o daha pis olacaq. Əgər yox, onu istəyirsənsə, ona sahiblənmək istəyirsənsə, o yaşı o bilmirsənsə, onda o bütün müayinələr, o bütün əngəl o sənin üçün heç nə olacaq. Çünki o daxili motivasiya özündə olacaq. O ki, boğulanda ki, o ki, rahibin altındakı insan boğulanda ki, o çapalayır deyə, nəfəs almaq istəyirdi. Ayağa o duranda sudan sonra əsəbi idi, o təşviş idi. O həmin o yəni ki, o çırpınmalar, o təşviş ki var, o əsəb ki var, uğur yolunda o dəyişiləcək və bizim üçün mən niyə uğur ola bilmirəm sual yaradacaq. Yəni mən niyə o bilmirəm, yəni sual olacaq insanda və bu o qarşısında insan öz-özünə müzakirə eləyəcək, uğur yolunda o maneələri incələyəcək və o bir aşmaq o qabiliyyəti özünə əldə edəcək. Çünki uğur yolunda maneəni incələdik, o tapdıqda artıq insanda həvəs olacaq ki, bunu aşmaq asandır. Yəni bunu o tapmışam və aşmaq mənim üçün sadə o bir şeydir. Mən belə o görürəm uğuru. Yəni nəfəs qədər istəmək lazımdır. Öz nəfəsimiz o qədər. Maraqlı fikirləriniz var. Oradakı hekayəniz də elə diqqətimi çəkdi. Mən də bunu düşünürəm. Bir tərəfdən də indi xatırlayıram, insanlar yəni başqalarının ondan gözləntiləri əsasında davranırlar bəzən. Və yaxud da kimin sözlərini müqayisə edirlər ki, filankəs uğurlu olub, mən də onun getdiyi yolu gedim. Və yaxud da filankəsin məndən gözləntiləri budur, ata-anamın, ətrafımın, çevrəmin. Mən ona görə bu uğuru əldə etməliyəm. Bu şəkildə də gedəndə insan o uğuru qazanandan sonra həyatda çox özünü yetərsiz hiss edir, bədbəxt olduğunu, həyatın mənasız olduğunu görür. Yəni bu da çox önəmlidir ki, insan özü-özünü də təyin etməlidir, nə istədiyini bilməlidir. Kimisə istədiyini yox da, özüm mən nə istəyirəm, bunu təyin etməlidir. Ətrafın gözləntilərindən kənar olaraq. O bir şey vurğulayım orada, o bir fərqli bir aspektdən ki, uğuru nə maddi imkan, sanki milyoner olmaq üçün istəmək lazımdır, nə də ki, özümüzü ətrafı sübut elətdirmək üçün. Uğurumuzu bizimki olduğu üçün irəliləmək lazımdır və uğur yolunda özümüzü sübut eləmək üçün bu sahədə irəliləməliyik. Uğur əslində o bizim o bir brendimiz olmalıdır, o bir loqomuz olmalıdır. Yəni ki, o bizi o sahədə o tanımalıdırlar. Onu da eləmək üçün ona sahiblənmək lazımdır. Təşəkkür edirəm fikirləriniz üçün. Mən də sizə minnətdaram. Ümidvaram ki, bu xoş bir video oldu. İzləyicilərdən də əgər video haqqında bir sualları, o bir müzakirə etmək istəyir, bir suallar olarsa, yorumlarda, müzakirələrdə gözləyirik və sizlərdən o bir dənə
Xahişimiz olacaq ki, videolarımızı əgər bəyənirsinizsə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Bəli, növbəti videolarda görüşərik. Videomuzu bəyəndinizsə bəyənmə işarəsi, abunə deyilsinizsə hər iki kanala abunə olmağınızı xahiş edirik. Növbəti videoların hansı mövzuda gəlməyini istəyirsinizsə, videonun aşağı hissəsində qeyd edə bilərsiniz. Məhəmməd bəy özü motivator və yazıçıdır və mən düşünürəm də motivasiya və disiplin mövzusu haqqında məndən video istəyiblər. O xoş gözəl mövzudur. Hazırlayarıq onu. Aha, bu mövzu sizə maraqlıdırsa videonun aşağı hissəsində qeyd edə bilərsiniz. Təşəkkür edirəm.